89. Cisim mail müstəvi üzərində sükunətdədir. Müstəvinin meyl bucağının artırdıqca cismə təsir edən sükunət sürtünmə qüvvəsi və dayağın reaksiya qüvvəsi necə dəyişər? Aydındır ki, sükunət sürtünmə qüvvəsi F tangensiala, bu F tangensialdır. Aydındır ki, dayağın reaksiya qüvvəsi isə N-dir, bu N-dir, bu isə F tangensialdır. Deməli, sükunət sürtünmə qüvvəsi də həmişə cismi sükunətdə saxlamağa çalışır. Ona görə də tangensialın əksi yönəlir. Sükunətdə olduğu üçün də tangensiala bərabərdir. F tangensiala, yəni səth üzrə paralel yönələn qüvvəyə bərabərdir tangensiala. Tangensial da bizdə F tangensial bərabərdir mg sinus alfa. Aydındır ki, bucaq artdıqda sinus, bilirsiniz ki, bucaq artdıqca sinus artır. Ona görə də tangensial mg sinus alfada bu ifadə, mg sinus ifadəsi artacaq. Bucaq artdıqca bu ifadə artacaq. Ona görə də tangensial qüvvə artacaq. Yəni, sükunət sürtünmə qüvvəsi də artacaqdır. İkinci, reaksiya qüvvəsi. Reaksiya qüvvəsi bilirsiniz ki, N bərabərdir mg kosinus alfadır. Aydındır ki, bucaq artdıqca kosinus alfa azalır. Ona görə də reaksiya qüvvəsi azalacaqdır. Deməli, sükunət sürtünmə qüvvəsi artır, reaksiya qüvvəsi azalır. Düzgün cavab C variantıdır.